Salam, hər vaxtınız xeyir olsun. Mən Master N1 Tədris Mərkəzinin informatika müəllimi Həcər Əliyeva. Bugün aprelin 6-sı 2025-ci ildə ümumi sınav imtahanı 4 keçirilmişdir. İndi isə gəlin sualların izahına baxaq. Birinci sual. Konstruktor rejimində cədvəlin hansı sütunlarını doldurmaq məcburidir? Sual akseslə bağlı bir sualdır. Biz aksesə daxil olaq ilk öncə. Akses proqramına daxil olduqda biz Design View görünüş rejiminə daxil olaq və burada 3 dənə sütun bizi qarşılayır. Field Name, Data Type, Description. Field Name sahənin adıdır, Data Type sahənin tipidir, Description isə təsviridir. Data tipini doldurmaq və sahə adını doldurmaq mütləqdir. Həm biz burada sahə adını doldurmalıyıq, həm də sahənin tipini doldurmalıyıq. Description isə həm doldurula bilər, həm də doldurulmaya bilər. Bizə əsas lazım olan 2 dənə sütunun doldurulmasıdır. Sahənin adı, field name və data type. Sualımıza nəzər yetirsək, görərik ki, məcburidir deyilirsə, deməli artıq biz həm sahənin adını, həm də sahənin tipini doldurmalıyıq. Yəni, burada cavabımız olacaqdır B variantı. Növbəti sual. Bizə 2-nin qüvvətlərinin cəmi verilmişdir və deyilir ki, ikili yazılışındakı sıfırların sayı nəyə bərabərdir? Biz burada 1, 2, 4, 8, 16, 32, 64, 128, 256, 512 və sonda 1 ədədinin cəmini görürük. Əgər biz buradakı bütün ədədləri toplasaq, cəmini alaraq 1024. Yəni, birdən ta ki, ən sona qədər ədədlərin cəmini toplayanda cəmi 1024 alırıq. Onluq say sistemində. Və onluq say sistemini ikili say sisteminə keçirərkən 2 dənə üsul var. Ya bölə-bölə getmək, ya da ki, 2-nin qüvvətlərini cəmi şəklində göstərmək. 1024-ün elə özü 2 üstündə ona bərabərdir. Və 2 üstü n ədədində n dənə 0, 1 dənə 1 var. Demək, 2 üstü 10 ədədində olacaqdır 10 dənə 0, 1 dənə 1. Bizdən də tələb olunan sıfırların sayıdır. Sıfırların sayını istəyirsə, artıq cavabımızı 10 kimi götürəcəyik. Birlərin sayını istəsəydisə, bir dənə 1 olmuş olardı. 22-ci sualda C variantı. 23-cü sual. Ana plata üzərində yerləşənləri seçin. Ana plata üzərində yerləşir prosesor, əməli yaddaş və daimi yaddaş. Sərt disk xarici yaddaş qurğusudur, hard diskdir, yerləşmir ana plata üzərində və qida bloku da ana plata üzərində yerləşmir. Qida bloku sistem blokunu soyutmaq üçün istifadə olunan bir qurğudur. 2 ilə 5-i çıxsaq, yerdə qalacaqdır 1, 3, 4. Yəni 23-də cavab C variantı. 24. Excel ilə bağlı bir sualdır. Bizə deyilir ki, View tabının Windows Land qrupuna aid olan düymə və əmrlər vasitəsilə mümkün olan əməliyyatları seçin. Excel-ə daxil olaq. Excel-də View tabına girək. Windows pəncərəsinə baxaq. Windows pəncərəsində yerləşən, belə deyək, Windows Land qrupunda yerləşən əmrlər var. Arrange all, New Window, burada var Split, daha sonra Hide, Unhide və s. Birincidə pəncərəni müxtəlif ölçülü bir neçə sahəyə ayırmaq. Bəli, bu doğrudur.
Əyləncə vasitəsilə biz pəncərəni müxtəlif ölçülü bir neçə sahəyə ayıra bilərik. Yəni, birinci yerləşir. İkinci, cədvəlin birinci sütunu dondurmaq. Tamamilə doğrudur. Burada freeze penis əmri var ki, freeze penis əmri vasitəsilə biz cədvəlin ilk sütununu dondura bilərik. Freeze first column əmri vasitəsilə. İkinci də doğrudur. Üçüncü, iş vərəqini gizlətmək və ya göstərmək. İş vərəqini gizlətmək və ya göstərmək üçün biz home tabından istifadə edirik. Home tabına daxil oluruq. CSLint qrupundan format əmrinə giririk və burada hide unhide hissəsində hide sheet var. Bu işçi vərəqi gizlətməkdir. Amma işçi kitabını gizlətmək üçünsə biz view tabından istifadə edirik. Burada yerləşən hide window əmri vasitəsilə. Biz dedik ki, işçi vərəqi gizlədib göstərmək home tabında yerləşir. Amma işçi kitabı gizlədib göstərmək isə yerləşir view tabında. Buradan hide window edək və yenidən unhide etdikdə isə artıq bizə deyir book 1, yəni kitabla bağlıdır. Kitabı gizlədib göstərmək üçün istifadə olunur. OK deyilməsi. Növbəti 4 və 6 qaldı. Cədvəli yadda saxlamaq. Cədvəli yadda saxlamaq fayldan olur. Fayl tabından biz bunu edirik. Yəni, bu aid deyildir. 6-cı, iş vərəqinin tor xətlərini gizlədib göstərmək isə olur showdan. İş vərəqlərinin tor xətlərini gizlədib göstərmək burada grid lines'dır. Yəni, tor xətləri. 6-da olmaz. Yerdə qaldı 1, 2 və 5. Yəni, B variantı. 25. Elmi konfransda məruzənin təqdimat şəklində nümayişi üçün hansı proqramdan istifadə edilir? Təqdimat varsa, bu təbii ki, olacaqdır PowerPoint. C variantı. 26. Bir klasterin ölçüsü 8 kilobayt olan bir diskə yazılmış 17 kilobaytlıq fayl yaddaşda nə qədər yer tutar? Klaster məsələlərinə aid bir sualdır. Çox rahat başa düşülən məsələlərdəndir. Klasterin ölçüsünə diqqət yetirək. Bir klasterin ölçüsü 8 kilobaytdır. Bu tutaq ki, bizim klasterimizdir. Həcmi də 8 kilobayta bərabərdir. Diskin həcmi isə yazılıb ki, bir diskə yazılmış 17 kilobaytlıq fayl. Faylımızın həcmi 17 kilobaytdır. Biz 17 kilobaytlıq faylı klastere yerləşdirmək üçün 17-nin birincisi 8-ini yerləşdirdik klasterimizə. Belə deyək də, 17-ni 8-ini yerləşdirdiksə, yerdə qaldı 9 kilobaytı. 9 kilobayt üçün yenidən bizə bir dənə klaster lazımdır. Və 9 kilobaytın yenidən 8 kilobaytını yerləşdirdiyi növbəti bir klasterə. Yerdə qaldı 1 kilobayt. 1 kilobayt üçün də yenidən bizə bir dənə klaster lazımdır. 1, 2, 3, 4, 5, 6, 7 və 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. Və yerdə qalan 1 kilobaytında isə klasterinin bir hissəsi də olur. Amma nəticə etibarilə bizə 3 dənə klaster lazımdır. Bizə 3 dənə klaster lazım olduğuna görə 17 kilobaytlıq bir fayl yaddaşda 3 klaster qədər yer tutacaqdır. 17 kilobaytlıq bir fayl 3 klaster qədər yaddaşda yer tutur. 3 klasterin də həcmi 3 vurulsun 8 deməkdir. Çünki bir klasterin həcmi 8-ə bərabərdir. 3-ü vurarıq 8-ə, alırıq 24 kilobayt. Bunun çox asan bir yolu var. Bu biraz belə deyək də, başa düşülməsi üçün istifadə olunan bir yolu dərinliyinə qədər. Amma asan yolu budur ki, klasterin həcmi nə qədər verilibsə, verilən faylın həcmini ondan sonra gələn ədəd qədər bölmək lazımdır. Yəni necə? Bizim əlimizdə olan faylın həcmi 17 kilobaytdır. Klasterin də həcmi 8 kilobaytdır.
Yəni 17-dən sonra gələn 8-ə bölünən ədəd qədər yaddaşda yer tutacaq. 17-dən sonra gələn 8-ə bölünən ədəd də 24-dür. Bu ən asan yoludur. Bir daha bildirdik. Ən asan yolu necədir? 17-dən sonra gələn 8-ə bölünən ədəd qədər yaddaşda yer tutacaq. Yəni 24 kilobaytlıq yaddaşda yer tutacaqdır bizim faylımız. Bu isə 3 dənə klasterin bizə gərək olduğunu göstərir. 3 dənə klasterində də həcmi 24 kilobayta bərabərdir. Hər ikisindən də istifadə edə bilərsiniz. 26-da D variantı. 27. Aşağıdakilərdən hansı düsturun elementi deyil? Düstur funksiyanın əlavə olunması üçündür. Funksiyanın əlavə olunması üçün Excel-də mütləq şəkildə bərabərdir olmalıdır. Mötərizələr olmalıdır. Xanalara istinadlar olmalıdır. Operatorlar olmalıdır. Yəni funksiyaların özləri. Amma xətalar olmur. Yəni düsturun elementi xəta deyildir. Gəlin Excel-də bir funksiya yazaq özümüzdən. Bərabərdir qoyaq. Power qüvvət yüksəltmədir. Mötərizə açırıq. Hər hansı bir xanaya istinad edirik. B2 xanası və B4 xanası. Burada artıq biz gördüyünüz nələrdən istifadə etdik? Bərabərlikdən istifadə etdik. Funksiyanın özündən istifadə edirik. Bunlar həmçinin operatorlar da demək olar. Və B2, B4 isə xanalara istinadlardır və mötərizədən istifadə etdik. Amma xətalar isə burada yoxdur. 28. Seçilmiş faylın bir diskdən digər diskə drag and drop texnologiyasının köməyi ilə köçürmək üçün klaviaturanın hansı düyməsi basıb saxlanılmalıdır? Bu shift düyməsidir. Shift düyməsi vasitəsilə biz bir diskdən digər diskə öz faylımızı ata bilərik. Drag and drop texnologiyası isə sürükləyib atmaq deməkdir. 29. 29 sual algoritmin sualıdır. Bizə belə bir algoritm verilib, deyir yerinə yetirilməsi nəticəsində. Harada nəticəsində sözü verilibsə, deməli sonunda alınan dəyər həmin qiymətdir. Nəticəsində y dəyişən 17 qiyməti almışdır. Deməli, y-ın sonda yerinə 17 qoyacaq. Bu y-ın qiymətidir. Amma sonda alınan nəticə, baxın, bu y-dir. Bizdən də soruşulur ki, algoritmin yerinə yetirilməsinə qədər x dəyişənin qiyməti neçə olmuşdur? 17 bərabərdir x plus y verilmişdir. 2 dənə dəyişən var. X və y dəyişənləri. Bir mərhələ qalxarıq yuxarı, x əvəz edərik y plus 1 ilə. Yəni biz artıq bu x-in yerinə qoyarıq y plus 1. Y plus 1. 17 bərabərdir y plus 1 toplansın y-ə. Buradan alırıq 2y bərabərdir 16-ya. Y-də tapdıq 8. Aldığımız 8 qiymətini bir mərhələdə yuxarı qalxıb y-ın yerinə 8 qoyarıq. 8 bərabərdir 2 plus x. X-imiz də 6 qiymətini alacaqdır. Yəni olacaqdır B variantı. 30. Aşağıdakı mak ünvanlardan hansılar düzgün ola bilməz? Mak ünvanı 16-lıq say sistemi əsasında işləyən bir ünvandır. 16-lıq say sisteminin hərflərini və rəqəmlərini alır. 6 hissədən ibarət olmalıdır. Yazaq bura 16-lıq və 6 hissə. İndi isə birincidən başlayaq. Birinci 5A, 12, CD doğrudur. Bir problemi yoxdur. İkincisi səhvdir. 4 hissədən ibarətdir. Amma 6 hissədən ibarət olmalıdır. Üçüncüsü də səhvdir. 5 hissədən ibarətdir. Dördüncüsü doğrudur. 5-də Q 16-lıq say sistemində istifadə olunmaz. Və 6-da isə düzdür. 6 isə düzdür. Dedi ki, mak ünvan 16-lıq say sistemi əsasında işləyən bir ünvandır və 6 hissədən ibarət olmalıdır. 16-lıq say sisteminin də hərfləri
A, B, C, D, Y və F-dir. Yəni A-dan F-ə qədər bütün hərfləri alar. Amma digər hərfləri isə almaz. Cavabımız olacaqdır B variantı. 31. Detektor tip antivirus proqramlarının əsas funksiyası nədir? Detektor əməli yaddaşda və xarici yaddaşda onlara məlum olan virusların axtarışını təmin edir. B variantı. 32. Find what sətrinə yazılmış sözü böyük və kiçik hərfləri nəzərə almaqla axtarmaq üçün find və replace dialoq pəncərəsində hansı parametri seçmək lazımdır? Həm böyükü, həm də kiçikləri nəzərə alsın deyirsə, bu zaman registra nəzərə al əmrindən istifadə edərik. Yəni, match case. Burada olan match case əmrindən istifadə edərik. 33. Home tabının paragraf lent qrupuna aid olmayan əmr hansıdır? Home tabının paragraf lent qrupunda yerləşən əmrlər ekranda gördüyümüzdür. Burada filtrləmək vardır, sətirlər arası və abzaslar arası məsafələr vardır, sola sağa düzləndirmə var, numbering layihələri var, bullet layihələri vardır. Sonra current list library var. Çap olunmayan simvolların göstərilməsi üçün istifadə olunan belə bir əmrdir. Sonra bu cədvəllər yaratmaq üçün istifadə olunan əmrdir. Arxa fona tema qoyur burada, rəng qoyur, yəni bu qədər. Görək nələr var. Sort dedik filtrləmək var. Numbering var. Bullets var. Line spacing, yəni sətirlər arası məsafədir. Amma font size isə yoxdur. Font size yerləşir font length qrupunda. Font length qrupunda da şriftin ölçüsü budur. Bizdən də tələb olunur ki, olmayan əmr hansıdır? Olmayan əmr olacaqdır burada. Deməli, font size. Otuz 4. Elektron cədvəlin xanasına ədəd yazıb təsdiq etdikdə bu işarə görünürsə nəyi bildirir? DS işarələri nə zaman çıxır? Sütunun eninin kifayət etmədiyi zaman. Əgər sütunumuza daxil etdiyimiz ədəd sütunu aşarsa, o zaman artıq biz DS işarələrini görmüş olarıq. 35. Verilənlər bazasında yazı anlayışı nəyi bildirir? Yazı cədvəlin sətridir. Sütunu domendir, həmçinin adlanır sahə. Yazı həmçinin adlanır kortej, həm də sətr. Yazı dedik həm kortejdir, həm də sətirdir. 36. Şəkilə əsasən taskbarın xüsusiyyətlərinə aid doğru mülahizələri seçin. Görək şəklimizdə bizə nə vermişdir? Tapşırıq paneli ekranda durduğu mövqeyə bərkidilir. Baxaq, görək, Loxze taskbar. Tapşırıq paneli ekranda durduğu yerə bərkidilir. Loxze taskbar burada vardır. Yəni, birinci doğrudur. Çünki aktiv edilmişdir əmr. İkinci, tapşırıq paneli üzərində düymələrin ölçüsü kiçikdir. Baxaq, görək, bizdə belə bir əmri qeyd ediblər. Xeyr, aktiv deyil. Use small taskbar buttons əmri aktiv deyil. Deməli, ikinci burada yanlışdır. Üçüncü, piktoqramların qruplaşdırılması tapşırıq paneli üzərində yer çatmadıqda baş verir. Baxaq, qruplaşdırmaq burada varmı? Combine the solve when taskbar is full. Bəli, deyək ki, when taskbar is full, yəni nə zaman artıq çox olarsa buttonslar, düymələr, o zaman onları birləşdir. Combine elə, qruplaşdır. Düzdür? Dördüncü, tapşırıq paneli ekranın sol hissəsində yerləşir. Bəli, tapşırıq paneli, yəni taskbar yerləşir left, solda. Doğrudur.
Uyğun pəncərələrin bir düymədə qruplaşdırılması baş vermir. Bir düymədə qruplaşdırılması baş vermir. Belə bir əmr burada verilməmişdir. Ona görə də 5 səhvdir. Tapşırıq paneli ekranın yuxarı hissəsində yerləşir. Səhvdir. Dediyi tapşırıqlar paneli sol hissədə yerləşir. Left verilmişdir. Tapşırıq paneli üzərində düymələrin ölçüsü kiçik deyil. Yəni böyükdür. Çünki small əmri burada aktiv deyil. Böyükdür. Düzdür. Bizim götürdüklərimiz 1, 3, 4 və 7-dir. 1, 3, 4, 7 C variantı. 37. Aşağıdakı hükümlərdən hansıları doğrudur? Əvvəlcə əməliyyat sistemi, daha sonra BIOS yüklənir. Xeyr. BIOS əməliyyat sistemini RAM yükləyir. BIOS əməliyyat sistemini RAM-a yükləyir. Baxaq, əvvəlcə əməliyyat sistemi, sonra BIOS yüklənir. Birinci burada səhvdir. Birinci BIOS yüklənir, daha sonra əməliyyat sistemi yüklənir. Yəni, əvvəlcə BIOS, sonra əməliyyat sistemini yükləyirlər. Əməli yaddaş enerjidən asılı yaddaşdır. Bu doğrudur. Əməli yaddaş enerjidən asılıdır. Yəni, RAM enerjidən asılı bir yaddaşdır. Digitizer verilənləri saxlama qurğusudur. Xeyr, digitizer belə deyək, qrafiki planşetdir, verilənləri daxil etmə qurğusudur. Dördüncüdə səhvdir. Yerdə qalıb keç. A variantı. 38. İnformasiyanın kompüteri yazılması üçün verilənlər 20% sıxlaşdırılaraq kodlaşdırılır. Daha sonra bu informasiya 64 megabit bölünsün saniyə sürəti ilə şəbəkə üzrə ötürülür. Əgər informasiyanın ilkin həcmi 800 megabayt olarsa, onu kodlaşdırdıqdan sonra ötürmək üçün neçə saniyə tələb olunur? Maraqlı sualdır, maraqlı məsələlərdən biridir. Bizə verilib ki, 20% informasiya sıxlaşdırılır və ilkin həcmdə 800 megabaytdır. Ümumən bunu bilmək lazımdır ki, sıxlaşdırılır deyilirsə, bizə sıxlaşdırılmamış hissəsi lazımdır. Əgər məlumat 20% sıxlaşdırılıbsa, deməli bu məlumatın 80%-i sıxlaşdırılmamışdır. Çünki 100-dən çıxdıq 20-ni, qalır 80. Və biz 800-ün 80%-ni taparıq. 800-ün 80%-ni tapsaq, 800-ü vurarıq %80-ə. Sıfırlarımızı xısər aparaq, 8-i də 80-ə vuranda yerdə qalır 640 megabayt. Demək, buradan belə bir nəticə çıxır ki, 800 megabaytı 20% sıxlaşdıranda onun 640 megabayt həcmi qalır. Bizim son həcmimiz 640 megabayta bərabərdir. Sürət verilmişdir, bizdən zamanı istəyir. Həcm bərabərdir və vurulsun T düsturu var. V burada sürəti bildirir, T də zamanı bildirir. Həcmin yerində durur 640 megabayt. Sürətin yerində durur 64 megabit. Bölünsün saniyə. Bizdən də T-ni istəyir, vurulsun T. Birində megabitdir, birində megabaytdır. Megalar eynidir, biz baytdan bitə keçərik. Baytdan bitə keçəndə 8-ə vurarlar. 640-ı vurarıq 8-ə bərabərdir 64 vurulsun T-yə. 64 ilə 640-ı ixtisar aparaq, qalacaqdır burada 10. T də bərabərdir 10 vurulsun 8, yəni 80 saniyə. D variantı. Soru 39. Word 2019 mətn prosessoru üçün xarakterik olmayan əməliyyat hansıdır? Mətnin formallaşdırılması Word-ə aiddir. Mündərcatın yaradılması Word-də var. Əlifba göstəricisinin yaradılması Word-də var. Mətn qutusunun sənədə yerləşdirilməsi Word-də var. Amma cədvəldə verilənlərin konsolidasiyası isə bu aiddir Excel-ə. Excel-də cədvəllərin konsolidasiyası baş verir. 40. Şəkildə verilmiş əmrlər hansı lent qrupuna aiddir? Burada əslində pəncərədə
PowerPoint'dir və PowerPoint'in də biri deyək. Şəkli, baxın, budur. Insert tabında yerləşən Illustrations lent qrupudur. Yəni, biz oradan həm şəkillər, iconslar, 3D modellər əlavə edə bilirik. PowerPoint'da mən sizə onu göstəreyim. Insert tabında yerləşən Illustrations lent qrupu. Shapeslər, iconslar, 3D modellər, Smarter, Chart. Yerləşdiyi lent qrupu isə Illustrations lent qrupudur. 41. 16 renkli qrafik təsvir 256 və 200 nöqtədən ibarət olarsa, o yaddaşda neçə kilobayt yer tutar? Ümumi renklərin sayı 16'dır. Həcm düsturumuzda həcm bərabərdir A vurulsun, B vurulsun, N-dən istifadə edərik. Burada N bildirir bitlərin sayını. Ümumi rəngin sayı 16'dır, amma burada bizə bir rəngin yaddaşda tutduğu yer lazımdır. Böyük N bərabər 2 N düsturundan geçsək, ümumi rənglərin sayı burada 16'dır. 16 bərabərdir 2 kiçik N. Bizə lazım olan bu kiçik N-dir. Yəni 16 bərabərdir 2 bizə 4 lazımdır. Bu 4 lazımdır bitlərin sayı. Gətirib biz kiçik N-in yerinə 4 qoyarıq. Piksellərin sayı da 256-nın 200-ədir. Gətirib A-nın yerinə 208 qoyaq. Çünki 256 deməkdir. 200-ün də yerinə adi 200 qoyaq. Bu cür alırıq. Həcm bərabərdir. 200-ün də 8 vurulsun 200 və 4-ü də yazaq 2-nin kvadratı. Amma bizdən istənilən cavab isə kilobaytlandır. Biz cavabı tapırıq bitlə. Çünki burada verilən kiçik bitlərin sayıdır. Bitdən də kilobayta keçəndə bölərlər 213-ə. Bərabərdir. 210 vurulsun 200 bölünsün 213. İxsallarımızı apardıq. Məxrəcdə qaldı 2-nin kubu. Yəni 8. 200'ü də 8'ə bölərik, alırıq 25 kilobayt. Deməli, cavabımız olacaqdır 25 kilobayt. Qırx ikinci sual. Hansı əməliyyatların köməyi ilə bütün sənəd seçilir? Sənədin sol kənar hissəsində mouse'un sol düyməsi 3 dəfə kliklənir. Sənədin sol kənar hissəsində mouse'un düyməsi 3 qat kliklənir. Gördüyünüz kimi bütün sənəd seçildi. Yəni olacaqdır burada bir doğru cavab. Ctrl-A düymələr kombinasiyası ilə sıxılır. İkinci verilmişdir. Təbii ki də Ctrl-A bütün obyekti seçməkdir. Doğrudur. İkinci də doğrudur. Sənəd daxilində ixtiyari yerdə mouse'un sol düyməsi 3 dəfə kliklənir. Belə də, üzr istəyirəm, 4 dəfə kliklənir yazılıb. Burada 4 dəfə. Biz artıq 3 qat kliklənməkdən bildik ki, bütün sənədimizi seçdik. Yəni artıq burada 3-cü səhvdir. 4-cü, klaviaturada F8 düyməsi 2 dəfə ardıcıl sıxılır. Klaviaturadan F8 düyməsini əgər biz 2 dəfə klikləsək, bu zaman heç bir proses baş vermədi. Heç bir proses, belə deyək də, yəni bütün sənədin seçilməsi üçün baş vermədi. Sonra F8 düyməsində ümumiyyətlə belədir ki, bəzən ya söz seçilir, ya cümlə seçilir, amma bütün cümləni, bütün belə deyək, obyekti hələ ki biz seçmədik. Kursoru sənədin sonunda yerləşdirib klaviaturadan Shift Ctrl Home. Bu doğrudur. Shift Ctrl Home bütün sənədimizi seçir. Klaviaturadan Ctrl düyməsini basıb sıxmaqla sənəd daxilində ixtiyari yerdə mouse'un sol düyməsi kliklənir.
Bu da yanlışdır. Ve klaviaturadan F8. Aha. F8 düyməsini 5 dəfə klikledikdə isə biz bütün sənədimizi seçmiş olarıq. Bu doğrudur. F8 düyməsini 5 dəfə aracı sıxarıq və bütün sənədimiz seçilir. Olacaqdır 1, 2, 5 və 7. 43. Elektron cədvəldə sum A2, A4 düsturunun qiyməti 16-ya bərabərdir. Əgər average A1 adlı düsturunun qiyməti 5-ə bərabər olarsa, A1 xanasının qiyməti neçəyə bərabər olar? Sum A2-dan A4-ə qədər verilmişdir. Yəni, ortada verilən diapazondur. A2 toplansın A3 toplansın A4. Çünki sum funksiyası cəm funksiyasıdır. Ona görə də A2-dan A4-ə qədər xanaları yazdıq. Qiyməti 16-ya bərabərdir. Average ədədi ortadır. Ədədi ortada da A1-dən A4 xanasına qədər verilib. Yəni A1 toplansın A2 toplansın A3 və toplansın A4 isə bərabərdir 5-ə. Çünki ədədi ortada ədədlərin cəmini bölərək ədədlərin sayını. A2, A3, A4-ün yerində 16 durur. Gətirib burada A2, A3, A4-ün yerinə 16 qoya bilərik. Olacaqdır A1 toplansın 16 bərabərdir. 5-i də vurarıq 4-ə. 20. A1-i də buradan tapsaq, 20-dən çıxarıq 16-nı alarıq 4. Bizdən də A1 xanasının qiymətini istəyirdi. Demək, A1 xanasının qiyməti 4-ə bərabərdir. Da səhv yazdıq. 44. Verilənlər üzərində yerinə yetirilən əməliyyatların tiplərini seçin. Verilənlər üzərində hansı tiplər var? Hesabi tiplər var, müqayisə var, məntiqi var və bir də xüsusi var. Statistik yoxdur. Maliyyə yoxdur, ümumi də yoxdur. Var hesabi, müqayisə, məntiqi və xüsusi əməliyyatlar. Olur 1, 3, 4 və 6. 45. Uyğunluğu müəyyən edin. Şəbəkələrlə bağlı bir sualdır. Lokal şəbəkələrə aiddir. Repeater, hub, bridge, transceiver və gateway. Hər birinin özünün tərifləri var. Bizə verilənlər 3 dənəsi də görək hansılara uyğundur. Müxtəlif topologiya, lakin eyni protokola malik lokal şəbəkələri birləşdirir. Bu BMT app yazaq bura. Yəni bu bridge-dir. Bridge müxtəlif topologiya, eyni protokol. Baş hərflərindən yadda saxlamaq olar. Bridge neydi? Müxtəlif topologiya, eyni protokol. Demək, B-yə aiddir bridge. C variantı. 2. İşçi stansiyaları yoğun koaksial kabelə qoşur. İşçi stansiyaları yoğun koaksial kabelə qoşan transceiverdir. 2-yə aiddir D. 3-cü. Çoxboğutlu olub şəbəkə abonentlərini birləşdirir. Bu isə hubdur. Hub qurğusu şəbəkə abonentlərini birləşdirir və çoxboğutludur. Sonra repeater təkrarlayıcı isə seçilmədi və gateway seçilmədi. Belə. Biz bütün suallarımıza burada baxmış olduq.